Üz dərisini yeniləyən, gəncləşdirən, toparlayan mükəmməl bir maska hazırladım xanımlar. Bu maska sayəsində üzünüz çox gözəl bir şəkildə yenilənmişlik bir hissi yaradacaq üzünüzdə. Demək, maskanın tərkibində nə var xanımlar? Maskamız baxın belə bir şəkildə olacaq. 2 ədəd aspirini götürürsünüz, bir qaba tökürsünüz. Üzərinə 1 çay qaşığı buğda kraxmalı əlavə edin və üzərinə daha sonra su tökürsünüz krem halına gələnə qədər. Yəni çox tökməyin, duru olmasın, az tökməyin, qatı olmasın. Əgər gördünüz suyu biraz çox tökmüsünüz, duru oldu, heç bir problem yoxdur. Üzərinə bir balaca kraxmal əlavə edə bilərsiniz. Belə krem halına gələcək və daha sonra bu krem maskanı çəkin üzünüzə. Və üzünüzdə xanımlar 20 dəqiqə saxlayın, yuyun. Bu üzünüzdə qoruyacaq. Yaxşı olar ki, xanımlar quruduqdan sonra barmaqlarınızla çox, necə deyərlər, zərif bir şəkildə ovuşdurun və üzündəki o çirkdə çıxsın, ölü hüceyrələr də çıxsın. Üzünüz həm də peeling olsun. Bu qədər xanımlar, hər zaman gözəl və baxımlı olun.